Azərbaycan Nəşriyyatları Assosiasiyasının Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi Zəfərin uşaqları ilə oxu marafonu Şimal bölgəsi məktəblərin mütaliə yarışı layihəsi özünün həyəcan dolu final mərhələsinə çatıb. Layihə çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında keçirilən təqdimatlar, mütaliə görüşləri və yarış mərhələləri uğurla başa çatıb. Artıq şagirdlər oxuduqları əsərlər üzrə biliklərini sınaqdan keçirdikləri imtahan mərhələsində iştirak ediblər. Məqsəd burada əslində Azərbaycan milli ədəbiyyatını oxumaq, Azərbaycan ədəbiyyatı ilə tanış olmaq, milli mənəvi dəyərlərimizə sahib çıxmaq, həmçinin Zəfərin 5 illiyi münasibəti ilə onlara vətənpərvərlik mövzusunda əsərləri oxutmaq idi. Ki, uşaqların artıq ciddi şəkildə oxuması, bu əsərlərlə tanış olması və bu gördüyünüz kitablar əsasında hazırlanmış sualları həll eləmiş oldular. Bugün uşaqlar bu testləri yazdılar və onlarla görüşümüzdə bizə aydın oldu ki, çox həvəslidirlər, çox sevinclidirlər, kitabı da çox həvəslə oxuyublar. Onlar artıq bu 6 ay müddətində yazıçılarla görüşüblər, ümumiyyətlə əsərin müəllifləri ilə tanış olublar. Tanış olduqları üçün biraz da kitablara bağlı olmuşlar. İmtahan mərhələsi Quba rayonu Rəhman Məmmədov adına Aleksiyevka kənd tam orta məktəbində keçirilib. Yarışda 6 məktəbdən 50 nəfər olmaqla ümumilikdə 300 şagird iştirak edib. Biz Qarabağı azad eləyəndən sonra silah ilə, döyüş ilə, mübarizə ilə azad eləmişdik. Amma belə bir şüar yaranmışdı da, biz isə indi Qarabağa kitabla gəlirik. Ona görə də bizim yetişən bu Zəfərin uşaqları, Zəfər yolu oxu marafonu layihəsində onların intellektual dünyaya, belə intellektual səviyyələrin formalaşması, cəmiyyətimizin sağlam gəncliyin yetişməsinə xidmət eləmiş olur. Prosesdə Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri, həmçinin Hədəf Şirkətlər qrupunun qurucu direktoru Şəmil Sadiq, Xan Nəşriyyatının direktoru, Qədim Qala Nəşriyyatının direktoru və Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin üzvü olan nəşriyyatların nümayəndələri iştirak edərək şagirdləri məlumatlandırıblar və layihənin gedişatı izləyiblər. İmtahan sualları dərsliklər müəllifi Nizami Hüseynov tərəfindən tərtib olunub. Habelə Quba şəhərində layihəyə dəstək göstərən təşkilatların təmsilçiləri də imtahan prosesində iştirak ediblər. Bu həm mənim, həm də uşaq üçün böyük bir uğur idi. Bu layihədə iştirak eləmək, bütün təşkilatçılara, rəhbərliyə dərin təşəkkürümü bildirirəm. Belə layihələrin olması həm uşaqlar üçün, həm məktəbimiz üçün çox qürur vericidir. Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən birinci yerin qalibinə 1000 manat, ikinci yerin qalibinə 500 manat, üçüncü yerin qalibinə isə 300 manat mükafat veriləcək. İlk 10-luğa daxil olan məktəblər isə xüsusi hədiyyələrlə tərtib olunacaqlar. Layihənin mükafatlandırma mərasimi yaxın günlərdə baş tutacaq 1-ci Quba kitab sərgisi çərçivəsində keçiriləcək. Sahib Məmmədli Elçin Şuşalı, Qafqaz TV üçün.